İnsan necə rahat yaşaya bilər? Həqiqi rahatlıq, yəni asudəlik, yalnız bədənin deyil, ruhun və zehnin sakitliyidir. Bədən rahatlığı düzgün qidalanma və idmanla əldə olunsa da, insanların əsl axtardığı dinclik daxili aramlıqdır. Bu rahatlıq isə yalnız ruhun və qəlbin huzur tapması ilə mümkündür. Bəs bu huzur necə əldə olunur? Cavab sadədir. Allah Taala'ya diqqət yetirməklə. İnsan unutmamalıdır ki, başı üzərində bir Rəbb var və onun iradəsi ilə hər şey baş verir. Hər an Rəbbinlə əlaqədə olduğunu hiss edən insan, həyatın çətinlikləri qarşısında qorxu və təşvişə qapılmaz. Quran-ı Kərimdə Allah belə buyurur: O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar.